Ölkəmizi Çempionlar Liqasına təmsil edən Qarabağ Çempionlar Liqasının ikinci turu təsdiqat mərhələsində Valetta ilə qarşılaşır. Tofiq Bəhramov stadionunda 21:30-da oyun başlayacaq. İyulun 23-ü UEFA Çempionlar Liqasının ikinci təsnimat mərhələsinin cavab oyunları başlayıb. Azərbaycanı qitənin futbol üzrə ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu Ağdamın Qarabağ komandası ikinci təsnimat mərhələsinin cavab oyunları çərçivəsində Maltanın Valetta komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi Belaruslu Tsinkeviç olub. Ağdam təmsilçisi Malta klubu ilə səfərdə keçirilən ilk oyunda minimal hesablı qələbə qazanıb. Ona görə də Qarabağ komandasına növbəti mərhələyə adlamaq üçün heçicə də kifayət edirdi. İnşallah. Orada udmuşuq. Əminəm ki, burada da udacağıq Allahın köməliyi ilə. Çünki komanda ona layiqdir. Hesab 2-0 ya da 3-1 belə ola bilər maksimum. Düşünürəm ki, növbəti rəqib daha güclüdür. Yəni əsas ona hazırlaşmalıdır. Yəni Qarabağ klubu üçün Valetta yenə deyirəm, çox zəif komandadır. Yəni özünü yormağa dəyməz. Çox asanlıqla məğlub edəcəyinə inanırdım və hazırda inanıram da. Uğurlar arzulayıram bütün hazırkeşləri də. Təbrik edirəm indidən. Qarabağa uğurlar. Oyunun 15-ci dəqiqəsində Ağdam klubu Reynaldo ilə hesabı açıb 1-0. İkinci hissənin əvvəlində 48-ci dəqiqədə Çumbinyo Qarabağın ikinci qolunu vurub 2-0. 67-ci dəqiqədə isə Diaz hesabı 3-0 edib. 80-ci dəqiqədə George Ağdam təmsilçisinin 4-cü qolunu vurub. İki dəqiqə sonra isə Valettanın kapitanı Feliş qırmızı vərəqə alaraq oyundan qovulub. Oyun Qarabağın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Ötən oyunla birlikdə hesab 5-0 olub. Bununla da Ağdam klubu növbəti mərhələyə keçib.